Herkese salam, İlməvi kanalıma xoş gəlmisiniz. Yeni videolarımızdan xəbərdar olmağınız üçün kanalıma abunə olub, videolarımı bəyənərək mənə dəstək olmuş olarsınız. Bugün sizə belə gözəl saç aksesuarı olan papaq, bu ilin dəbi olan belə gözəl papaq toxumağı göstərəcəyəm. İnşallah birlikdə toxuyarıq. Elə isə başladıq. Allah gözümüzün nurunu bol eləsin. Və əvvəlcədən onu da deyim sizə ki, biz burada 8 dənə bu cür təpə nöqtələri etmişdik. Motiv bu cür idi. Siz bu 8 dənəni orta hissəsində biz 16 dənə ikili trabzan eləmişdik. Siz 20 dənə ikili trabzan edib bu 8 dənə təpə nöqtəsini 10 dənə təpə nöqtəsinə götürüb çıxarda bilərsiniz və o zaman buradakı ara məsafələri kiçilmiş olacaq. Siz əgər belə iri ara məsafəli istəyirsinizsə, mənim verdiyim sxemlə toxuyarsınız. Yox, ara məsafələrini az istəyirsinizsə, o zaman 16 dənə ikili trabzan buradan yığmışdıq. Siz həmən bu ikili trabzanları 20 dənəyə çıxardıb 10 dənə təpə nöqtəsi yarada bilərsiniz. Bizdə 8 dənədir. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. Siz bunu ona çıxarda bilərsiniz ki, bu ara məsafələri az qalsın. Sapımız grand yarımlı oradı. Tərkibi belə. Nəysə başlayaq. Sehirli halqamızın içərisinə 16 dənə ikili trabzan toxuyuruq. 1, 2, 3. Bu qaldırılmış zəncirlərdə sayılır. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 və 16. Sehirli halqamızı bağlayırıq. Üç dənə zəncir çəkirik. Sonra həmən bu qaldırdığımız zəncirlərin lap dibində olan, baxın, bir ilmə var. Ora bir dənə trabzan toxuyuruq. Burada bir ilmənin içərisində görürsünüz 2 dənə trabzan aldı, ikili trabzan. İndi milçənin üzərinə zəncir çəkmədən bir dənə ilməni buraxırıq